Kurşunu dövüşmüş, ona göre mübarək Uludaya toplanmışdır. İlanla, əqrəblə, səhiyyəsizliklə, qaysızlıqla, baş-başa çadırlarına 43 adam öldürülmüşdür həmin gündə. 18 Mayıs, heç günəsi 18 Mayıs. Mən bu anlayışın üstündə qaldım. Heydər Əliyev mənim iman gətirdiyim yaxşı bir siyasətçidir və o səhiyini cavab verir ki, sən 18 Mayıs sözün düzgün tutmuşsan. 18 Mayıs bizim parlamentin idi. Həmin gün mənim seçilmək imkanım vardı. Elə söhbət etdim ki, Heydər Əliyev Ali sırayla sədr seçilə bilər. Məhz 18 Mayıs'ta günlərin atılması təsadüfi deyil. Biz Ermənistanı əlbəttə ülkəci elan edirik ki, Heydər Əliyev dünyanın əlilliyi ölkəsi o gün tanıqlı. Onun daşlara sokulmasını. Amma gəlirliklərdə həqiqət bilməliyik ki, ilk gündə iki tərəfini atılmışdır. İlk gündə məhz 18 Mayıs günü atılmışdır. Məhz Heydər Əliyev atılmışdır ki, bunun sonuncu bunun nəticəsi oldu. 43 nəfərin öldürülməsi, 13 min nəfərin dünyaya səfərlənməsi. Hakimiyyət uğrunda yine ikili mübarizə gedir. Xarici düşmənlə daha çox qorxulu düşmən bizim öz işimizlədir. Ağacın içindən deyən muhtadır. İkili mübarizə, hakimiyyət uğrunda ikili mübarizə 43 nəfərin ölümlər, 13 min nəfərin dünyaya səfərlənməsinə səbəb olur. Bu səbəb bizi düşündürməlidir. Bu səbəblə həvahərdir. Laçının verilməsi, Mağdəqinin verilməsi, Hocalının verilməsi, Şuşanın verilməsi. Bu verilmələr, bu xəyalətli kütləri çox gəlirdir. Ona görə biz ayı sayı olmalıyıq. Ona görə biz ikili mübarizənin toxularını ifşa etməliyik. İkili mübarizə bizi düşündürməlidir. Neyin asılı olursa olsun, hakimiyyətə gəlmək qəhrəmanlıq deyil, bəlkə rüsvayçılıqdır. Rüsvayçılıq ilk gündələ atmaq, erməni çıxlama, müştərəkdən erməni əhaləsini olan açıları qalan məmur qoymaq ən böyük xəyalətdir. Bu bizi düşündürməlidir. Mən Heydər Əliyev telefon söhbətlərini bildirdim. Etibar Əliyevə öğüt verirdi telefonda. Etibar Əliyev Ordubadda Milli Müdafiə Komitəsinin sədridir. Bir soyuq silahını tutursuz, əcəb əlsiz, alın hərişlərlərindən, Sovet hərişlərlərindən, orada möhkəmlərdir. Amma nümayişlərə şəkildə gətirib Ordubanın hər ortasına qurulu qoymuyor, qan qutusu qoymuyor. 3 tərəfdən yerləri gözləyir, o dar gözləmişlərsin gözlər, baxır, İranın nümasını çox uzaq duyur. Qana çəkməyir naxçıları, nümayişlərə şəkildə meydan oxumuyor yerləriyə. Bu sözlər bizi düşündürməlidir. Xəyalətli sözləri bizi düşündürməlidir, çox düşündürməlidir. Mən bu işi artıq duyuram, hərəkəndə danışıram, kəsliyəm, hər zamanları sevinməli, yasaq edilməli ki, amma onunla beraber Azərbaycanın bu böhrandan tutarmaq üçün çox sağlam, təmənnasız, hakimiyyət etirazlarına malik yox, tərəfli uğrunda mübarizə etirazlarına malik olmalar gərəkdir. Mən istəyirəm ki, onlar hesabda bizim təşkilatlanma qüvvətlənsin, bütün Azərbaycana kök sorulsun. Düzdür, etibar Məhəmmədin məncəsi gözəl idi, siyasi məncəsi. O bildirdi ki, hakimiyyətə gələnlər vaxtilə demokratiyadan ağız oluşmamışlar, halda indi demokratiyadan atmışlar bir cana. İndi ancaq milli hakimiyyətdən söhbət edir, milli diktatura şəklində hakimiyyətdən söhbət edir, buna gözlər olmaz. Bizim yeni hakimiyyət, milli hakimiyyət olmalıdır və burada millətin mənafilə beraber fərdin mənafiyini koruma bizim borcumuzdur. Ona görə azadlıqdan demokratiya, azadlıqdan demokratiya gidən yol bizim başlığımızdır. Bunun üçün çox ciddi kadrlar gərəkdir. Pilotların müharibə zamanı ancaq bir tərəfə icazət götürürlər. Düşmən üstündə neyin başqa olursa olsun, məhv etmək düşmən olmalarını və geri qayıt olmaq. Türklər kommunikasiya olmaq təzminləri Azərbaycanın uğrunda, Mehmetcanı, etibarı, Əmseyini, çox olmaq billəri, Kibirdən gələn əsərlər billəri, Rum evli dərinliklərdən, Anadolu'nun dərinliklərindən gələn əsərlər billəri, hamısı Azərbaycan uğrunda kommunikasiya
federasiya olmaq təsvirindədir. Azərbaycanın davamı Türkiyədir, Türkiyənin davamı Azərbaycandır. Bu fərq bizi düşündürməlidir. Mən qul olmağa yox, kimisə doktora sığınmağa yox, amma dostu düşməni çağırmağa, müttəfiqlikdə kimi qardaşlıqlara çağıranlara görə Ziya Üraqın sözlərindən bir daha düşündürür. Və həm Türkiyəli bütlərə nə Türkistan və həm böyük və müəbbət bir ölkədir Turan. Geniş İslamda bizim vətənimiz Turan, Şiddai gəlmiş, amma Şiddai ölmüş əsaslarda əldə olduğunu görürük. Bu müəbbilə icra hakimiyyətin bahsi yenisinin əvəz olunur və burada heç bir şey deyil. Halk özlüyü, halk açmış, halk rüşvət olunur, halk göz yaşmışlar, halk ən yaxşı oğullarını itirmək qayıqlarının içərisində. Buna görə halqa nicat etmək lazımdır. Və işte iqtidara gəldikdən sonra İstiqlal Partiyasının, Milli İstiqlal Partiyasının götürəcəyi kurs, onun nəzəri əsasları bizi düşündürməlidir, yeni müdürlər gərəkdir bunun üçün. Sonra millətimizin adını düşündürməlidir, Qafqaz sözləri deyirlər, Azərbaycan Türkləri deyirlər, Şimal Azərbaycan Türkləri deyirlər, Azərbaycanlı deyirlər. Şəxsi sahət, Azərbaycan uğrunda, Türk uğrunda, ləyaqət uğrunda, mühafizət uğrunda, insan hüquqlarını qorumaq uğrunda mübarizə əzmi, şu cavabları verəm.